Salam, hər birinizi yeni videoda xoş gördük. Bu günləri sizinlə 2007-2022 kimya bütün qəbullar PDF-indən 2007 nömrə 4 sınağını izah edirəm. Başlayaq birinci sualdan. Maddələrin formullarını müəyyən edin. Birincidə yazılı butin 2. İn şəkilçisindən görürük ki, deməli bu alkindir. Alkin də bilirik ki, 3 qat rabitədir. Butin 2 də o deməkdir ki, deməli bu ikinci karbona birləşməlidir. Baxın, burada baxsaq, təbii ki, birləşdiyi karbondan sayırıq. 1, 2, 3, 4. Gördüyünüz kimi birinciyə birləşib, ona görə B variantını atıram. C variantına baxıram, bəli, 1, 2, 3, 4 kimi işarələsək və yaxud da buradan o tərəfə də, soldan sağa da işarələsək, eyni cavab olacaq, ikinciyə düşür. Yəni bu doğrudur, birinci hissəsi. D variantına baxıram. Burada da 1, 2, 3, 4 birləşsək, əslində 2-yə düşür. Amma bu tindir, yəni 3 qat rabit olmalıdır. Amma burada alkendir, yəni 2 qat rabitədir. Ona görə D variantını atıram. Y variantında gəlin işarələsək, 1, 2, 3, 4 alkindir, amma birinciyə birləşib. Baxın, birinciyə birləşdiyinə görə Y variantında atıram. Doğru cavab ya A-dır, ya da C variantıdır. Gəlin ikinci hissəyə baxaq. Divinil verilib. Divinil nədir ümumiyyətlə? Ümumiyyətlə, vinil radikalı buna deyilir. Bunun adı vinil radikalıdır. Divinil radikalda di bilirsiniz ki, 2 deməkdir. Bir dənə də vinil radikalını, baxın bu bir vinil radikaldır, bu da digər vinil radikaldır. Birləşdirəndə olur divinil radikalı. Əgər izopren yazmaq istəyiriksə, o zaman divinildən ikinci karbona bir dənə CH3, yəni metil radikalı birləşdiririk. Baxın, A variantında metil birləşdirilib. Onda bu izoprendir. Ona görə A variantını atıram. C variantında isə gördüyünüz kimi divinildir. Doğrudur. Doğru cavab olacaq C variantı. Keçirəm ikinci suala. Hansı reaksiyanın məhsulu polimerləşə bilər? Belə edeyim, variantlar görünsün. Ümumiyyətlə, hansı maddələr polimerləşə bilər? Bilirik ki, polimerləşə bilən maddələr tərkibində pi rabitə olanlardır. Baxan kimi avtomatik variant görünür. Gördüyümüz kimi bu nədir? Etil benzoldur. Və buradan baxın, hidrogen çıxarılıb, yəni dehidrogenləşmə baş verib. Bunda da təbii ki, stirol alınacaq. Sonda bir dənə vinil radikalı birləşdirəcəyik. Stirol alınacaq. Stirolda təbii ki, polimerləşə bilir. Çünki bizə şəkildə deyil, polimerləşə bilər. Çünki tərkibində pi rabitəsi var. Doğru cavab olacaq C variantı. Daha doğrusu B variantı. Məsələn, C variantına gəlin baxaq. Brom var. Brom gələcək pi-ni qıracaq. Pi qalmayacaq. D variantı oksidaşmədir. Y variantında HNO3 nitro birləşmələr əmələ gələcək. A variantında gördüyünüz kimi 3 mol hidrogen birləşibsə, ümumiyyətlə yadınızda qalsın, pi rabitə qırılır. Hidrogen ayrıldığı zaman pi rabitə yarana bilər. Ona görə A variantı da yanlışdır. Doğru cavab olacaq B bəndi. Keçək üçüncü suala. Molekulunda 2 ədəd içli karbon atomu olan amini göstərin. Amin deyirsə amin qrupu olmalıdır. İkili karbon deyirsə, yəni içli karbon nəyə deyilir? Bir karbon əgər özünə 2 karbon birləşdirirsə, bu olur ikili karbon. 3-ün birləşdirirsə, bu karbondan söhbət gedir, üçlü karbon. Əgər karbon bir karbonu birləşdirirsə, olur birli karbon. Biz amma ikili karbon deyil və üstəlik baxın, bura diqqət yetirin, 2 ədəd ikili karbon. Yəni bu cür karbondan, baxın, belə karbondan 2 ədəd olmalıdır. İndi gəlin variantlara baxaq. A variantında baxın, 3-ü də CH3-dür. Ümumiyyətlə yadınızda qalsın ki, metil radikalı hər zaman birlidir. Niyə? Çünki bir qolu var onsuz da, buna bir dənə karbon birləşə bilər. Hər zaman birlidir. Heç burada 2 dənə karbon onsuz da qalmadı. Bir dənə karbon qaldı. Buna da baxıram ki, bəli, bu ikili karbondur. Qeyd edeyim ki, neçəli karbon olduğunu bilmək üçün karbonun neçə karbon tutduğuna baxırıq. Amma məsələn, siz buna üçlü karbon deyə bilməzsiniz. Səbəb? Çünki bu azotdur, yəni NH birləşməsidir. Bu ancaq karbonlara baxırıq, tutduğu karbonların sayına. İkilidir və bir dənədir. Amma burada 2 ədəd deyir, ona görə A variantını atıram. B variantında NH amin qrupu var. Bunun açıq formasını gəlin yazaq. Olacaq CH3, NH, C2H5-i B variantını yazıram. C2H5-in açıq formasını yazsam CH2 və CH3. Deməli, bir dənə amin qrupu var. İkili karbon isə yoxdur. Gördüyünüz kimi hamısı birli karbonlardır. Yenə də deyirəm, buna diqqət edin, burada çaşmayın. Buna ikili karbon deyə bilməzsiniz, çünki NH-a baxmırıq. Neçəli karbondur? Onu tapmaq üçün CH2-nin birləşdiyi karbona baxırıq. Yəni, məsələn, əgər sizə bu verilibsə, siz bu karbona üçlü karbon deyə bilməzsiniz. Bəziləri deyir ki, üçlü karbondur, çünki 3 dənə radikal çıxıb. Xeyr, 2 dənə karbon olduğuna görə ikili radikaldır. Azota baxmırsınız.
Deməli, ona görə B variantında atıram. C variantına baxıram. CH3 3 dəfə N. Gəlin yazaq. Azotdan 3 dənə CH3 çıxarırsınız. Gördüyünüz kimi hamısı CH3-dür, metildir, yəni üçü də birlidir. D variantında NH var, ikisi də metildir, yəni birlidir. Y variantında NH2 var. Baxın. Burada bir dənə CH, burada bir dənə CH, 2 dənə karbonu tutub, ona görə ikilidir. Bir dənə də bu karbon. Bu da 2 dənə karbon tutduğuna görə ikilidir. Yəni 2 ədəd ikili karbon atomudur. Deməli, doğru cavab olacaq Y variantı. Davam eləyək 4-cü sualla. 4-cü sualda deyilir ki, reaksiyaları müəyyən eləyin. Aha, birinci reaksiya oksidləşmə reduksiya reaksiyasıdır, amma ikinci oksidləşmə reduksiya reaksiyası deyil. Yəni bizə verilən qrafik bunu deyir. Bu nəzəri sualdır, yazmağa ehtiyac yoxdur. İmtahanlar da elə tez-tez düşən bir şey deyil. Yəni əzbər bilsəz kifayətdir ki, oksidləşmə reduksiya reaksiyasıdır termit qaynağı, amma alebastrın bərkiməsi oksidləşmə reduksiya reaksiyası deyil. Doğru cavab olacaq A variantı. Davam edirəm 5-ci sualla. Butin 1-i butin 2-dən fərqləndirən nədir? Təbii ki, argentium oksid. Səbəbini deyirəm. Butin 1 necə yazılır? Gəlin bunları yazaq. Butin 1-də birinci karbona birləşir. Alkin 3 qat rabitə. Olacaq bu butin 1. Butin 2-də isə 3 qat rabitə ikinci karbona birləşir. Alınır butin 2. Bəs butin 1-i butin 2-dən fərqləndirən nədir? Əgər 3 qat rabitə kənar hissələrdə olsa, yəni baxın bu kənar hissədə artıq bundan sonra karbon yoxdur. Və yaxud da baxın bu belə də ola bilərdi. Yəni bunlar onsuz da eyni maddələrdir. Bunu ilə bu hər ikisi eyni maddədir. Yəni bunu da çevirsək eyni şey olacaq. Kənar hissələrdədirsə, o zaman argentium oksidlə daha doğrusu argentium oksidin NH3 məhlulu ilə reaksiyaya daxil olur. Əgər yox, baxın butin 2-dəki kimi, bunun adı nədir? Butin 2. Butin 2-dəki kimi ortada olarsa, o zaman argentium oksidin NH3 məhlulu ilə reaksiyaya daxil ola bilməz. Tək belə yox. Məsələn, 5 karbonlu yazaq. 5 karbonluda da məsələn bu reaksiyaya daxil olmaz, çünki kənarda deyil. Və yaxud belə olsa, yəni reaksiyaya daxil ola bilmir. Mütləq kənarda olmalıdır. Kənarda da məsələn 5 karbonlu atomda belə olsa, bəli. Bu zaman argentium oksidinə reaksiyaya daxil olacaq. Doğru cavab olacaq A variantı, çünki bizdən fərqləndirən hissəni soruşur. Digərlərinə isə baxsaz hamısı eynidir. 6-ya baxıram. Nisbi molekul kütləsi 142 olan alkan molekulunda neçə karbon atomu var? Alkanın gəlin düsturunu yazaq. Alkanın düsturu bilirik ki, CN H2n plus 2-dir. Ümumi kütləsi 14n plus 2-dir. Bunu bərabər edirəm 142-yə. Bizə 142 verib. 14n bərabər olur 140-a. N də tapıram 10. N-i gətirib bu düsturda yerinə qoysaq C10H22. Neçə karbon atomu var? Təbii ki 10. Doğru cavab olacaq C variantı. Keçək 7-ci suala. 7-ci sualda deyilir ki, kalsium karbonat, plimium oksid, silisium oksiddən burada səhv düşüb billur şüşə soruşulur. Billur şüşəni necə almaq olar? Təbii ki, əritməli. Ümumiyyətlə bu tip suallar qarşınıza çıxa bilər. Billur şüşə olmasın, kimyəvi şüşə olsun, adi şüşə olsun, istedamlı şüşə. Yəni bunların hamısını necə almaq olar? Tək bir cavab var, əritməklə. Yəni əlimizdə olan həmin bu maddələri əritsək, bu bilirsiniz ki, billur şüşənin tərkibidir. Əlimizdə olan bütün maddələri əritsək, o zaman billur şüşə alarıq. Doğru cavab olacaq B variantı. Keçək 8-ci suala. Hansı reaksiyalar zamanı həcm dəyişmir? Bilirsiniz ki, həcm dəyişir. Bilirsiniz ki, həcmdə ümumiyyətlə biz ancaq qazlara baxırıq. Yəni əgər bir reaksiyada bərklər və ya maye varsa, o zaman həcminə baxmırıq. Başlayıram birincidən. Hidrogen, xlor və H-xlor hər üçü də qaz halındadır. İkisinin də əmsalı 1-dir, yəni cəmi 2-dir, sağda 2-dir, solda 2-dir. Deməli bərabərdir və dəyişmir. Bizdən isə şərtdə dəyişir soruşur. İkinciyə baxıram, karbon bərk haldadır, buna baxmıram. Oksigenin əmsalı 1-dir, karbon qazı özdə 1-dir, dəyişmir. Ona görə 2-ni də atıram. 3-də kalsium bərk haldadır, oksigen qaz halındadır 1. Kalsium oksiddə bilirik ki, bərk haldadır. Təbii ki, burada da həcm azalır. Çünki sol tərəfdə qaz var idi, amma çıxanda artıq qaz yoxa çıxır. Yəni həcm azalır, ona görə bu dəyişəcək. Dördüncüyə də baxsaq, karbon qazı qazdır, karbon qaz halında deyil, CO da qaz halındadır. 1 mol olacaq, bu tərəfdə 2 mol olacaq, deməli dəyişəcək. 3-4 doğru cavab olacaq A variantı.
Keçək 9-cu suala. 2 mol natrium NO3-ün termiki parçalanmasına neçə litr qaz alınır? Gəlin baxaq. Natrium NO3 parçalananda natrium aktiv metal olduğuna görə natrium NO2 alınır və bir də oksigen alınır. Əmsallaşdıran zamanda bura 2 düşür və bir də bura 2 düşəcək. Oksigenlərin sayı ilə yoxlasaq, sağ tərəfdə də 6 oksigen var, sol tərəfdə də. Bizdən də şərtdə gördüyünüz kimi 2 mol natrium NO3 soruşur, elə 2 moldur. Termiki parçalanmasının neçə litr qaz alınır? Bilirik ki, natrium NO2 qaz halında deyil. Bizim burada qazımız olacaq oksigen. Normalda 2 moldan elə 22,4 alınır. Yəni 1 mol alınır. 1 mol oksigen 22,4-dür. Çünki bilirik ki, qazların normal şəraitdə tutduğu həcm 1 molunun 22,4 litrdir. Deməli, doğru cavab olacaq Y variantı. Keçək 10-cu suala. Hansı sırada oxşar xassəli elementlər göstərilib? Oxşar xassəli bilirik ki, yəni həmin elementlər eyni qrupda yerləşməlidir. Bu da təbii ki, Mendeleyev cədvəlini bilməliyik. Litium, rubidium, sezium. Doğru cavab olacaq B variantı. Hər üçü birinci qrupda yerləşir. Keçirəm 11-ci suala. Hansı reaksiyalardan hidrogen alınır? Demişdik ki, əgər aktiv metal, bunun öncəki sınaq izahlarında da demişəm. Əgər aktiv metalın hidridi və yaxud da özü su ilə reaksiyaya daxil olarsa, bu zaman onun hidroksidi çıxır, yəni OH çıxır əsas vəziyyətində, sonra isə hidrogen çıxır. Əgər yox, natrium oksid su ilə reaksiyaya daxil olarsa, baxın A variantındakı kimi, bunda ancaq natrium OH çıxır. Deməli, doğru cavab olacaq Y variantı. D variantına baxsaq, natrium xlorid su çıxır. C variantında natrium qatı sulfatla reaksiyaya daxil olanda aktiv metal olduğuna görə H2S çıxacaq. B variantında natrium nitratla daxil olanda qatı və ya duru, deməli NH3 və ya N2O çıxacaq. A variantında dedik ki, yalnız hidroksid vəziyyətində çıxır. Doğru cavab olacaq Y variantı. Baxıram 12-ci suala. Qazların sıxlıqlarının artma sırasını göstərin. Təbii ki, sıxlıqları deyirsə qazlardan söhbət gedir. Onda təbii ki, hansının ayrı daha çoxdursa yadınızı saxlayın. Qazlarda ayrı çox olanın sıxlığı da daha çox olur. Baxıram ki, xlorun ayrı daha çoxdur, sonra oksigen, sonra da azot. Yəni 1 böyük olacaq 2-dən, o da böyük olacaq 3-dən. Doğru cavab olacaq, deməli C variantı. Keçək 13-cü suala. Heç bu reaksiyanın davamını bilmədən belə görürük ki, bu parçalanma reaksiyasıdır. Nəzəri sualdır, yazmağa ehtiyac yoxdur. Doğru cavab olacaq B variantı. Amma bilməyənlər üçün də deyim, natrium hidrokarbonat parçalananda natrium karbonat alınır və bir də H2CO3 alınır ki, bu da 2 hissəyə parçalanır. Bir karbon qazı, bir də su. Keçirəm 14-cü suala. Hansı maddə H-xlorla reaksiyaya girir, normal şəraitdə mayedir və indikatorlara təsir etmir? Təbii ki, metil spirti. Metil spirti H-xlorla reaksiyaya daxil olur. Deməli, H gəlir, OH götürür və bir də CH3 xlor çıxır. Normal şəraitdə bilirik ki, mayedir. İndikatorlara da spirt olduğuna görə təsir etmir. Doğru cavab olacaq A variantı. Keçək 15-ci suala. Hansı mineral gübrənin tərkibində 2 əsas qida elementi var? Qida elementlərin artıq neçənci səfədir, yəni neçənci sınaqda da qarşınıza çıxır? N-dir, P-dir, K-dir. Yəni azot, fosfor və bir də kaliumdur. 2 əsas deyirsə, deməli gübrənin tərkibində azot, fosfor, kalium, yəni bunlardan ikisi olmalıdır. Burada ancaq azotdur. B variantında ancaq kalium var. Y variantında azotdur. Bunun adını da yazın. Bunun da adı karbamiddir. Karbamidin alınması da ən önəmli reaksiyalardan biridir. Amonyakın üzərinə karbon qazı gəlinir, su çıxır və bir də karbamid çıxır. Kalium nitratda kalium var, azot var. Bəli, elə budur. 2 əsas qida elementi var. A variantında da bir dənə azotdur. Keçək 16-cı suala. Hansı reaksiya gedir? Deməli, natrium sulfit, natrium hidroksid təbii ki, reaksiyaya girmir. Kalium sulfat, natrium xlorid, bir dəqiqə, kalium sulfat, natrium xlorid təbii ki, reaksiyaya girmir. Çünki hər ikisi həll olandır. Demişik ki, ikisinin reaksiyaya daxil olması üçün sonda ya çöküntü olmalıdır, ya çöküntü çıxmalıdır, ya qaz çıxmalıdır, zəif elektrolit çıxmalıdır və yaxud da su çıxmalıdır. Keçirəm C variantına. Alüminium nitrat və kalium sulfat təbii ki, reaksiyaya daxil olmayacaq. D variantında maqnezium hidroksid ilə xlorid turşusu bəli reaksiyaya daxil olacaq. Maqnezium OH2-nin üzərinə hidrogen xlorid, H xlor gəlsək,
HOH götürər. Təbii ki, buradan 2 mol reaksiyaya girəcək. HOH götürər 2 mol su çıxar və bir də maqnezium xlorid. Doğru cavab olacaq D variantı. Y variantda mis 2 variantda onda sulfat, üstə gələk xlorid turşusu, yəni kuprum SO4, üzərinə gəlinib H xlorid. Təbii ki, bu da reaksiyaya daxil olmayacaq. Keçək 17-ci suala. Naməlum aldehidin 4,48 litr hidrogenlə reaksiyasından 12 qram spirt alınmışdı. Bu aldehid molekulunda neçə karbon atomu var? Gəlin birinci ümumi reaksiyanı yazaq. Reaksiyamız ümumiyyətlə RCHO, yəni hər hansısa bir aldehid, üstünə hidrogen gəlinib, alınıb, təbii ki, birli bir atomlu spirtlər. Yəni cavabda alınacaq RCH2OH. Bunu da hardan bilirik? Keçən sınaqlarda izah eləmişdim SAT qaydasını. Deməli, S spirtdir, A aldehiddir və aldehiddən turşu olan keçiddir. Bunu mütləq bilməlisiniz. Mən burada mollarla işləmək istəyirəm. Çünki ən asan məncə, yəni burada yol odur. 4,48 litr. Ümumiyyətlə bir də onu qeyd edeyim ki, bu reaksiya 1-in 1-ə nisbətində gedir və sonda da təbii ki 1 nisbətində alınır. Yəni əmsallara ehtiyac yoxdur. 4,48 litr hidrogen verdiyinə görə mən birinci 4,48-i 1 molda normal şəraitdə 1 mol qazların tutduğu həcm nə qədərdir? 22,4 bölürəm 22,4-ə, tapıram ki 0,2 mol hidrogen reaksiyaya girib. Deməli 0,2 mol hidrogen reaksiyaya daxil olubsa, 0,2 molda aldehid girib və 0,2 molda spirt alınıb. Onda bizdə alınan bu 12 qram spirt alınmışdır deyir. Deməli bu 0,2 mol spirtin kütləsidir. Onda 0,2 mol spirtin kütləsi əgər 12 qramdırsa, tapıram ki 1 moluna da x-dir. Bu da təbii ki eləyəcək 60 qram. Deməli spirtimin kütləsi oldu 60 qram. Bəs spirtimiz özü necə yazılırdı? Spirt bilirik ki CnH2n plus 1 OH-dır, yəni düsturu. Bir atomlu birli spirtin düsturudur. Bunun da nisbi molekul kütləsini tapsaz eləyəcək 14n plus 18, yəni indekslərini cəmləyirsiniz, daha doğrusu kütlələrini cəmləyirsiniz indekslərinə vuraraq və bərabər eləyirik. Axı 60 qram tapdıq spirtimin kütləsini, onu da 60-a bərabər eləyirik, eyni də buradan 3 tapıram. Bizdən də karbon atomunun sayını soruşurdu, elə eni soruşurdu. Doğru cavab olacaq 3, yəni Y variantı. Keçirəm 18-ci suala. Hansı reaksiyadan mis-2 hidroksid alınır? B variantında kuprumun üzərinə su gəlinib, bu reaksiyaya getmir. Kuprum oksidinin üzərinə su gəlinib, bu reaksiyaya getmir. A variantında etil spirtin reaksiyasından kuprum alınır, CH3CHO alınır və bir də su alınır. Amma bizdən kuprum OH2 alınsın istəyirdi, bu alınmır. Y variantına baxıram. Bu reaksiya ümumiyyətlə getmir. Çünki hansısa bir çöküntü, qaz, zəif elektrolit, su reaksiyadan çıxmır. Amma Y variantında bəli, kuprum xloridin üzərinə barium OH2 gələndə kuprum OH2 alınır və bir də barium xlorid çıxır. Doğru cavab olacaq D variantı. Keçirəm 19-cu suala. Müvəqqəti codluğu hansı maddələrin köməyi ilə aradan qaldırmaq olar? Ümumiyyətlə müvəqqəti codluğu natrium karbonatını aradan qaldıra bilərik. Kalsium karbonat, kalsium OH2 və bir də natrium OH. Bu 4 maddə ilə codluğu aradan qaldırmaq olar. Natrium hidrokarbonat çay sodasıdır. Bu deyil təbii ki, kalsium OH2 və natrium karbonat. 1-3 doğru cavab olacaq A variantı. 20-ci suala keçirəm. Sulfatın üzərinə X maddəsi gəlinib, karbon alınıb və X-li olan kristal hidrat alınıb. Bu reaksiya bəzi qayda kitablarında yoxdur, bəzilərində var və çox nadir hallarda rast gəlinir. Yadınızda qalsın, yəni bu da əzbərə sılanan bir şeydir. Qatı sulfatla reaksiya daxil olur və qatı sulfatın su ilə olan kristal hidrat əmələ gəlir. Keçirəm 21-ci suala. Xörək duzunun suda məhlulu durulaşar. Bu da keçən sınaqlardan birində eynən bu sual var idi. Təbii ki, su əlavə etsək durulaşacaq, suyu buxarlandırsaq, su buxarlanacaq, duz qalacaq, onda əksinə qatlaşacaq və eyni zamanda natrium xlor, yəni duz da əlavə etsək qatlaşacaq. Durulaşacaq yalnız 1, doğru cavab olacaq Y variantı. Keçək 22-ci suala. Kuprum OH2 üstəgəl H xlor alınır kuprum xloridlə su. Bu tənlikdə turşunun əmsalını müəyyən eləyin. Yəni birinci reaksiyanı yazırıq, əmsallaşdırırıq. Gəlin yazaq, yəni balans qururuq. Kuprum OH2 birinci reaksiyanı köçürürəm. Üstünə H xlor gəlinib, kuprum xlorid və bir də su. İndi gəlin oksidaşma dərəcələrini qeyd eləyək.
Kuprum təbii ki, müsbət 2 olacaq. Oksigen mənfi 2, hidrogen müsbət 1, müsbət 1, mənfi 1, müsbət 2, mənfi 1, mənfi 2, müsbət 1. Aha, oksigen dərəcələrinin tapılmasında bundan öncəki videolarda izah eləmişəm. İstəyənlər keçid edib baxa bilər. Turşun əmsalını soruşur bizdən, yəni H-xlorun əmsalını tapmalıyıq. Gəlin indi balans quraq. Bir dəqiqə. Uşaqlar, mən indi fikir verirəm. Burada görsəniz oksigen dərəcəsi dəyişən bir element yoxdur. Çünki burada heç balans qurmağa ehtiyac yoxdur. H-xlorun, yəni burada bu tip, yəni asan olan reaksiyalarda balans qurmağa qətiyyən ehtiyac yoxdur. Onun üçün yəni imtahanda da vaxt itirməyin. Bir dənə H-xlorun qarşısına 2 yazsam, bir də kuprum xlorida 2 yazsam, daha doğrusu kuprum xlorida yox. Suyun qarşısına 2 yazsam, bərabərləşər. Gəlin baxaq. Kuprum hər iki tərəfdə 1 dənədir. Xlor hər iki tərəfdə 2 dənədir. Hidrogenə baxsam, hər iki tərəfdə 4 dənədir və oksigəndə hər iki tərəfdə 2 dənədir. Yəni bu cür sadə reaksiyalarda balans qurmağa ehtiyac yoxdur. Turşunun əmsalını soruşurdu. Yəni H-xlorun doğru cavab olacaq 2, yəni E variantı. Keçək 23-cü suala. Artıqlaması ilə götürülmüş H-xlor məhlulundan amonyak qazı buraxdıqdan sonra məhlulun kütləsi 34 qram artmışdı. Bu zaman əmələ gələn duzun kütləsini qramlarla hesablayın. Gəlin hesablayaq. Artıqlaması ilə götürülmüş H-xlordur və bunun üzərinə amonyak qazı gəlinib. NH3. H-xlorun üzərinə NH3 gəlsək, təbii ki, alınar NH4 xlor birləşmə reaksiyasıdır. Əmsallaşdırmağa ehtiyac yoxdur. Hamısı 1-1-ə nisbətindədir. Bu tipli suallarda yadınızda qalsın. Əgər burada məsələn 34 qram artmışdır deyibsə, bu deməkdir ki, 34 qram NH3 reaksiyaya daxil olub. Səbəbini deyirəm, çünki NH3 qatı suya əlavə olunanda H-xlor artıq o məhlulda olmuş olur. Yəni NH3 qatı məhlula əlavə etdiyimiz zaman artıq həmin o məhlulda H-xlor olmuş olur. Ona görə də məhlulun kütləsi yalnız çökən NH3 qədər artır. Yəni nə qədər NH3 çökürsə, o qədər artır. Burada da 34 qram artmışdır deyirsə, bu o deməkdir ki, 34 qram NH3 reaksiyaya daxil olub. Gördüyünüz kimi bu reaksiyada 1-1-ə nisbətində gedir. 34 qram daxil olubsa, mən 34 qramı NH3-ün öz emerinə bölürəm, yəni 17-yə bölürəm. Tapıram ki, NH3 deməli 2 mol reaksiyaya daxil olub. 2 mol reaksiyaya daxil olubsa, deməli 2 molda NH4 xlor alınıb. Çünki dediyim kimi hamısının molu eynidir. 1 molunun da baxın burada emerin bizə verib 53,5. Onda 53,5-i vuraram 2-yə. Doğru cavab olar 107. Yəni A variantı. Keçirəm 24-cü suala. Bəsit maddənin adını göstərin. Bəsit maddə bilirik ki, tək bir element halında olur, amma mürəkkəb maddənin içində, tərkibində bir və ya daha doğrusu 2 və ya daha artıq elementdən təşkil olunur. Məsələn, su. Suyun tərkibində həm hidrogen var, həm oksigen var, amma hidrogen bəsit maddədir. Yəni yalnız tərkibində bir element var. Ona görə də doğru cavab təbii ki, qrafit olacaq. Çünki qrafit bilirik ki, karbonun bir növüdür. Karbon da bəsit maddədir. Digərlərinə isə baxsam, məsələn, dəm qazı CO-dur. Hava bilirik ki, qarışıqdır. Yəni müxtəlif qazlar var. Amonyak bilirik ki, NH3-dür, mürəkkəb maddədir. Benzol da bilirik ki, C6H6-dır, mürəkkəb maddədir. Doğru cavab olacaq A variantı. 25-ə baxıram son suala. Hansı reaksiya düzgün deyil? Bura fikir verək. A variantına baxıram. Natrium karbonat sulfatla reaksiyaya girib, natrium SO4 əmələ gətirib, CO2 və su. Yəni bu özü H2CO3 olub. H2CO3 də davamsız olduğuna görə parçalanıb, doğrudur. B variantına baxıram. Aha, elə B yanlışdır. Gəlin C-yə keçək. C variantında glikozadır. Üzərinə qatı sulfat gəlinib, karbon və gördüyünüz kimi kristal hidrat əmələ gəlib. Təbii ki, bu da doğrudur. D variantında natrium silikatının üzərinə sulfat gəlib, natrium SO4 və silikat turşusu, bu da doğrudur. Y variantında kükürdün üzərinə qatı nitrat gəlinib. Kükürdə ümumiyyətlə qeyri-metallara passiv metallar kimi baxırdıq. NO2 əmələ gələcək. Bu da doğrudur. B variantı yanlışdır. Çünki kuprum passiv metaldır. Passiv metallar da qatı sulfatla reaksiya daxil olanda heç vaxt kükürt verə bilməz. Kükürdü orta aktiv metallar verə bilər. Burada olmalıydı SO2. Ona görə də B variantı yanlışdır. Bizdən də şərtdə düzgün deyildi soruşduğuna görə doğru cavab olacaq B variantı. Bu günlük bu qədər. Gələn videolarda görüşənədək sağ olun.